Əziz dostlar, tamaşaçılar, hər vaxtınız xeyir olsun. Sizi salamlayıram. 12 yanvar 2026-cı il mən Azərbaycanın paytaxtı Bakı şəhərindəyəm. Səfərimiz Bakıyadır. Bir neçə gün burada qalacağıq. Sonra Alanyaya qayıdacağıq inşallah işimizin başına. Və Bakıda ilk videomu, bu səfərimdəki ilk videomu Azərbaycanın Bakının siması olan Ağşəhərdən sizə təqdim edəcəm. Deməli, bura möhtəşəm bir İnşaat layihəsi, Ağşəhər, Azərbaycana yaraşan, Azərbaycanın gözəlliyini əks etdirən möhtəşəm bir proyektdir. İnşallah buradan bacardım və də videonu çəkəcəm. Çünki özüm də hər dəfə gələndə qısa-qısa burada olmuşam, amma indi çox böyük işlər görülüb. Çox yeri tanımıram, çünki hektarlarla böyük ərazidir. Nə bacarıramsa çəkib göstərəcəm. Burada arxa tərəfimdə yeni bir körpü açıldı bir neçə gün əvvəl. Ölkə başçısı da burada iştirak elədi. Mən də videoları görmüşdüm. Ona görə buradan başladım videomu və bacardığım qədər Ağşəhərdə gəzərək sizə nələrsə göstərmək istəyirəm. Ağşəhər haqqında nə deyə bilərəm? Gəlin baxın buradan oxuyaq. Burada məlumat var. Bakı Ağşəhər haqqında. Sonra isə gəzməyə başlayarıq. Burada həm ingilis dilində, həm Azərbaycan dilində. Baxın, yaxınlaşdırım. Cənab İlham Əliyevin 28 sentyabr 2006-cı il fərmanı ilə burada deməli 100 ildən çox neft sənayesində vacib rol oynamış 621 hektarlıq neft tullantıları ilə çirklənmiş bu sahə təmizlənib yenidən tikilərək Bakı şəhərinin müasir mərkəzinə çevrilmə imkanı yaranmışdır. Deməli, bəli, bura çünki əvvəllər qara şəhər idi. Neft tullantıları, neft ayırma zavodları vesaire var idi və 621 hektar böyüdülərək indi 600 bura Ağşəhər 621 hektardan da qat-qat böyüdü, onu da sonra deyərəm. Və təməl daşı 24 dekabr 2011-ci ildə prezident və Mehriban xanım Əliyeva tərəfindən qoyulmuşdur. Deməli, burada nələr var əziz dostlar? Baxın, 621 hektar sahə, 10 müxtəlif üsullu rayon, 104 min sakin, 6,5 milyon tikinti sahəsi, 45 min yaşayış və xidmət obyekti, 90 min iş yeri, 85 min parking, 95 hektar landşaft və 5 kilometrlik bulvar. Belə əziz dostlar, artıq bu 621 hektar deyil, 1000 neçə hektar ərazini əhatə eləyəcək və çox ciddi nəzarət olunur ki, buralar daha da gözəl və böyük olsun, inkişaf eləsin. Burada müxtəlif kompozisiyalar var. Onlardan biri də budur. Dəniz atları kompozisiyası. Bəli, prezident fərman verdi, imzaladı. İnşaat başladı. Və burada ən tanınmış dünya brendi inşaat şirkətləri işə qoyuldular. Bunlar İngiltərə, Amerika və digər ölkələrin inşaat şirkətləri idi. Və ortaya möhtəşəm mənzərə çıxır, möhtəşəm yaşayış səviyyəsi çıxır. Baxın, bizim üçün fontanları da açdılar. Tam burada fontanlar var. Bunlar hamısı, bu kompozisiyalar, indi inşallah bölümə çıxdıqca göstərərəm. Bunlar da dünyanın məşhur sənətkarların əsərləridir. Burada Ağşəhərin müxtəlif yerlərində onlara da yer verilib. İndi isə mən gedirəm möhtəşəm açılışı olmuş yeni körpünün üzərinə çıxmağa. Körpünün sol və sağ tərəflərində baxın, çox gözəl, yaraşıqlı binalar var, hansı ki birbaşa dənizə baxırlar. Bura artıq həm də bütün insanların sevimli fotosesiya yerinə çevrilib. İnsanlar gəlirlər, burada şəkillər filan, çəkilişlər aparılır. Baxın. Ağşəhərdə yerləşən layihələr, binalar göz oxşuyur. Müxtəlif ölkələrin üslublarında Fransız, İngiliz, Amerikan hər cürə binaları görmək olur da burada. Yəni hər bir ölkədən bir insan gəlsə özünü burada doğma hiss eləyəcək. Özünə yaxın nəsə olacaq burada. Və tezliklə burada böyük alış-veriş mərkəzi, metro stansiyası da açılacaq və s. və s. Yəni çox şey. Yolunuz Bakıya düşsə Ağşəhərə gəlin, istirahət edin. Mazeratti'nin orada deyəsən ofis açılacaq, yazılıb artıq üstünə. Və gedək körpünün sonuna.
burada körpüdən nərdivanla enməyə, çıxmağa bura yol var. Yolun qarşı və ön tərəfinə. Burada isə lift qoyulub. Lift vasitəsilə də bura gələ bilərik, amma hələ aktiv deyil. Tez bir zamanda o da işə düşəcək. Burada da qarşıda Bakının simvolu olan alov güllələri, Crescent Mall'un binası və s. bütün telegüllə binası, bütün hündür binalar buradan görsənir. Və bu körpü eyni zamanda böyük magistral yolu qarşı tərəfə birləşdirir. Yəni yolu keçmək istəyənlər, qarşı tərəfə keçmək, Ağşəhərə keçmək istəyənlər körpünün üzərindən rahat şəkildə belə gözəl səviyyəli yollarla yuxarıya doğru keçə bilərlər. Hətta burada fikir verirəm, indi baxın, cam şüşələr, yəni şüşədə aşağı görsənir, maşınlar ayağımızın altından keçir. Şüşə pol. Bir neçə yerdə belə şüşəli pola rast gəlirik. Baxın, hələ nə qədər inşaat əraziləri var, nə qədər. O da Marriott otellər şəbəkəsinin otelidir. Burada da ikinci liftdir, hansı ki yolun qarşı tərəfinə enir. Bəli, əziz dostlar, burada əvvəllər də oradan da qara şəhər idi. Yanından keçəndə tüstü, qoxu, neft məhsullarının qoxusu, yəni mən bu ərazilərə tez-tez gəlib gedirdim o vaxt. Oradan da çox görüntü olaraq və ekoloji olaraq bir mənfi hal idi. İndi isə bunun yerində baxın, burada da çox böyük işlər görüləcək. Artıq təmizlənib, hazırlanıb. Şəhərə fikir verin, əziz dostlar. Yəni, bu arxa tərəf indi görsənmir, amma videomuzu izləyin. Mən elə bu videodaca gəzərək çalışacağım ki, Ağşəhərin içəri hissələrini də sizə təqdim edeyim. Çox gözəl, baxın, o fransız layihəli binaları da yaxınlaşdıraq baxaq. Şəhərə necə də gözəllik qatırlar, yaraşıq verirlər. Bu binalar isə doğrudan da ən qəşəng binalardır. Yəqin ki, mənzil qiymətləri orada ucuz deyil. Mən də baxıram. Burada da bizim tanışlar var, partnyorlar var. Əgər qismət olarsa, bəlkə Ağşəhərdən də mənzillər paylaşaram. Tam söz vermirəm. Çalışacağım. Və orası artıq şəhərin mərkəzi hissəsi başlayır oradan. Yəni tam şəhərin mərkəzinə də çox yaxın. Bulvar ərazi bura, yeni bulvar orada. Möhtəşəm. Bu da dəniz. Və gəldik, çıxdıq körpünün tam uc hissəsinə. Dənizə baxaq biraz. Həmişə Türkiyədən Aralıq dənizini çəkirik, göstəririk. İndi isə Xəzər dənizinə baxırıq. Dünyanın ən böyük göllərindən biri Xəzər gölüdür əslində, amma çox böyük olduğuna görə dəniz olaraq hər yerdə keçir. Bəli, hörmətli dostlar, bu Ağşəhər layihəsində yeni istifadəyə verilmiş iki yolu birləşdirən gözəl körpü. İndi isə Ağşəhərin içərilərinə doğru gedib gözəl kadrlar təqdim edəcəm sizə. Sona qədər izləyin. Instagram, Facebook'da video qısa olarsa, YouTube'da tam videoya baxa bilərsiniz. Deməli, əziz dostlar, indi körpünün üzərində olan 2 dənə lift hələ aktiv olmadığına görə mən nərdivanlar vasitəsilə aşağıya enirəm. Buralar da oradan da hər yer çox gözəldir. İndi baxaq aşağıda nə var, nə yox. Hamısını sizə göstərəcəm inşallah. Burada da eskalatorlar fəaliyyət göstərəcək.
Deməli əziz dostlar, indi az öncə üzərində olduğumuz körpü haqqında oxuyuram sizə. Piyada körpüsü və zaman meydanı kompleksi. Körpünün uzunluğu 237 metr, maksimal eni 14 metr, pilonun hündürlüğü 75 metr, memarlıq Unistudio ADEK Azərbaycan İnkişaf Şirkəti. Kompleksi təməli Azərbaycan Respublikası Prezidenti Müzəffər Ali Başkomandan cənab İlham Əliyev və 1-ci xanım Mehriban Əliyeva tərəfindən 24-12-2018-ci ildə başlanılıb və 2025-ci ildə tamamlanıb. Burada da böyle bir fontanlar var. Burada daha güzel bir eser görürəm. Bu saatlar əsəri olmalıdır, səhv hatırlamıramsa. Dünyanın bir çox şəhərlərində olmalıdır bu saatlar əsəri. Məşhur bir əsərdir, kompozisiyadır. Bu da Ağşəhərdə öz yerini almışdır. Burada da oxlar vasitəsilə istiqamətlər göstərir. 700 metre asan xidmət sağda. Kings Bridge yaşayış kompleksi, Nizami Gəncəvi Parkı solda. Bəli, burada hər yaşayış kompleksinin, məhəlləsinin öz adı var. Öz adıyla adlandırılmışdır ki, hər şey necə deyərlər, yerli yerində. Çox maraqlı ağaclar var. Gözəl landşaf. Baxın. Hər şey çox səviyyəli. Qarşıda daha bir maraqlı kompozisiya, o haqda da baxaq, maraqlıdır mənə. Əziz dostlar, baxın necə gözəl böyük bir heykəltaraşlıq kompozisiyası var orada. Çox böyük əsərdir, maraqlıdır. Adı Göylərdə, Amsterdam 2025, bürüncdən heykəltaraş Joseph Klibanski belə bir əsəri yaratmışdır. Bundan sonra Bakıya yaraşıq verən dünya nümunələrindən biri. Burada da İngiliscə yazılıb. Və körpünün yandan görüntüsü axşamda çox qəşəng olur. İndi isə gedək Ağşəhərin içinə doğru. Bu küçənin adı isə 1-ci Yaşılada küçəsidir. Bu arada güneşli bir havada 14 derece istiliği var Bakıda. Deməli daha bir maraqlı məlumat. Piyada keçidi 19-cu əsrdə burada yerləşən Qara şəhərin tikillərinin daşlarından salınmışdır. Əvvəlki tikillərin daşları atılmayıb və piyada keçidində istifadə olunub. Gözəl. Burada da 2 dənə əsər var. Gorilla və Zen Gorilla. Üzərlərində QR kodlu məlumat hissəsi var. Bu gorilla əməlli başda yoga ilə məşğul olur. Belə maraqlı məlumatlar çoxdur burada. Mən isə Fəvvarələr meydanının girişinin önündəyim. Bu hissə hələ tam açılmayıb. Yəqin ki, hətta burada deyəsən metro stansiya olacaq. Arxada isə alış-veriş mərkəzi. Biz gedək sol tərəfə. Ağşəhərdə çoxlu gözəl restoranlar, kafelər var. Bu cərgədə də bir neçə dənə var. Öz sütü görürəm, Kafemania. Qarşıda var bir neçə dənə kafelər, orada fontan. Və bu küçə yuxarıya doğru davam edir. Asiya mətbəxi restoranı var, Only Sushi. Və biz belə çıxaq yuxarıya doğru. Bəlkə bilməyənlər üçün bir məlumat. Bakıda artıq hər yerdə maşınları park eləmək SMS sistemi ilədir. Maşınınızı saxladığınız yerdə belə bir nömrələr var. Bu nömrələri SMS ilə yollayırsınız və ödənişi oradan etmiş olursunuz. Və maşına geri dönüb evə getdiyiniz zaman son yazıb yenə SMS göndərib sonlandırırsınız. Bunu etmədiyiniz halda maşınınız cərimə meydançasına aparıla bilər. Bakının hər yerində demək olar ki, belə sistem var. Ağşəhərin hər yerində profesional
çəkiliş edənləri görürəm. Mən həvəskaram, amma hər yerdə professional kameralar filan. Bu isə yaşayış məhəllələrindən birinin ərazisi. Uşaq oyun meydançası, gözəl bina. Yaxınlaşdıraq. Çox qəşəng. Qarşıma çıxdıqca yenə göstərəcəm. Burada daha bir restoran, Zira, Vkus Vostoka. Şərq mətbəxi. Böyle bir restoran var burada. Fəvvarələr meydanı, piyada keçidi. Koko. Bura nədir? Kafedir, yoxsa restoran? Şirniyyat. Bəli, bugün inşallah Ağşəhəri bacardığımız qədər gəzəcəyik. Və gəldik, çıxdıq Diplomat Rezidansın önünə. Burada dediyim kimi hər binanın öz adı var, öz girişi, öz çıxışı. Yəni hər şey ayrı-ayrıdır. Bura isə Diplomat Rezidans adlanır. Gastropub Ivana Mariya və belə bir meydan, gözəl meydana gəldik, boş ərazi. Buradan çox gözəl görsənir binalar. Baxın, az əvvəl oxuduğum piyada keçidində istifadə olunan daşlar. Bu ərazi Fontan Square, Fontan meydanı və piyada keçidi. Hal-hazırda təmir olduğuna görə onun içindən keçmədim. Həm də səhv eləmirəmsə metro stansiya olacaq burada inşallah. O binalar da çox gözəldir, çox səviyyəlidir. Az əvvəl bu gözəl binanın alış-veriş mərkəzinin aşağısındaydım. O tərəfdən, yəni qarşısındaydım. Kənarı ilə qalxdım yuxarıya. İnşallah siz gələnə kimi buralar hazır olar. Siz bunun içərisini gözəl gəzərsiniz. Burası Fontan meydanı. Fontan Square, Fəvvarələr meydanı. O binada səhv eləmirəmsə satış ofisləri olmalıdır. Orada da kompozisiyalar, restoranlar, kafelər var. İndi çox izləyən insan təəssüf eləyə bilər ki, mən çox yeri göstərə bilmədim. Özüm də açığı ilk dəfədir buranı gəzirəm. Nə xoşuma gəlir, nə önümə çıxır göstərirəm. Nəsə əksik qala bilər, göstərə bilmərəm. Amma siz gələndə bura bir neçə saat, hətta bir gün vaxt ayırıb buranı gəzə bilərsiniz. Çünki hektarlarla ərazidir. Hər yeri görmək bugün mənə qismət olmaya bilər. Burada da qəşəng açıq qapalı hissəsi olan xudmani bir kafe var. Meydanın sağ tərəfində. Orada isə tostçu yazır. Tostçu Gökhan abi. Qarşıda Hatay dönər. Bu ərazilər görünür yayda daha çox. Çünki açıq hissələri daha çoxdur. Ona görə indi soyuqdur çalışmalar. Bu isə tostçu Gökhan abinin balaca köşküdür. Burada ticarətlə məşğul olur. Buralarda hələ kranlar, qaldırıcı kranlar çalışırlar. İnşaat davam eləyir. Artıq Ağşəhər Bakının ayrılmaz hissəsidir. Şəhərin içindən, çölündən, yəni buradan keçib şəhərin bir tərəfindən o tərəfinə, yəni gözəl yollardan istifadə edib gediş-gəliş var. Bura isə sahilə, bulvara düşən yoldur. Yağ biz oradaydıq, körpünün üzərində. İndi isə bu tərəfə gedək, orada nəsə hərəkət çoxdur. Burada Neptun supermarket, mağazalar şəbəkəsi, Saliton. Binaların gözəlliyinə fikir verin əziz dostlar. Kim belə yerdə yaşamaq istəməz. Orada da kafe, bar, aşağıya doğru sağda çoxlu restoranlar var. Çox gözəl üslubda binalar, memarlıq nümunələri. Hündür mərtəbə bina istəyirsiniz, buyurun. Alçaq bina istəyirsiniz, buyurun. Necə ürəyiniz istəyir, necə xoşunuza gəlir, elə yerlər var burada. Bahalı maşınların satıldığı avtosalonları görürəm. İçəridə dəyərli maşınlar. Af and Co Beauty. Burada isə kids, nəsə uşaqlarla bağlı bəlkə. Bu bina çox xoşuma gəldi, baxın. Balkonlar balacadır, amma çox yaraşıqlı görsənir.
Bəli əziz dostlar, burada gəziləsi, görüləsi, çəkiləsi çox yer var. Mən bugün sizə bacardığım qədər Ağşəhəri öz formatımda göstərəcəm. Daha bir küçə belə gedir aşağıya doğru. Yollar çox təmiz, gözəl. Ümumiyyətcə Ağşəhər tərtəmiz, yeni bir ərazidir. Karma Cafe, Lexus Salon, Raffle Edition kitabxana və burada daha bir kompozisiya, gözəl əsər var. Baxaq. Nur axtarışında adlanır. Simon Gudgeon, Böyük Britaniya bürüncdən 2025-ci il. Nur axtarışında. Bəli. Əziz dostlar, Bakıda yaşayırsınızsa, hələ Ağşəhərə gəlmə imkanı olmayıbsa, vaxt eləyin, gəlin, zövq alın burada. Xaricdə yaşayırsınızsa, zaten hal-hazırda Bakının gəzməli, görməli yerlərindən biri sayılır bura. Gəlsəniz, yolunuz Bakıya düşsə, bura gəlin. Bəli, bura İngiltərə deyil, Fransa deyil, İtaliya deyil. Bura Azərbaycanın paytaxtı Bakı şəhəridir. Burada isə girişdə 2 dənə aslan qarşılayır bizi 2016-cı il və gözəl bir meydan var aşağıda. Bəli, bura ən birinci tikilmiş binalardan da, o ərazi isə onun məhəlləsidir. Təsəvvür edin. Orası sizin məhəllədir, kamelyalar. Çıxıb oturursunuz. Məhəllənin girişidir. Yaxınlaşdırım. Qarşıda isə White City Secret Park və şəhər qarşıya tərəf gedir. Əziz dostlar, artıq 23-24 dəqiqə oldu. Burada Fit Mall adlanır bu yer. Fit Mall alış-veriş mərkəzi, Elim Galeri, Elim Galaxy və s. Yəni buralara da gələrsiniz. Hörmətli dostlar, mən yavaş-yavaş videomu yekunlaşdırıram. Bacardığım qədər gəzdim, göstərdim. Qısa videolar da çəkəcəm. Bəlkə orada başqa videolar, başqa yerlər önümə çıxarsa qısa videolar da çəkib göstərəcəm. İzlədiyiniz üçün təşəkkürlər. Azərbaycanın paytaxtı Bakı çox gözəldir. Ağşəhər Bakının incisi adlandıra bilərik. Bakının siması. Yolunuz düşərsə gəlin. Burada da mənzil sahibi ola bilərsiniz. Bu yaşam standartlarını öz həyatınıza tətbiq eləyə bilərsiniz. Mən isə videomu yekunlaşdırıram, sağollaşıram. Gələn videolarda görüşənədək sağ olun, var olun.